Yalnız mübtəda və xəbərdən ibarət cümləni müəyyən edin. Güclü insanlar həmişə sadə olurlar. Sadə olurlar kim? İnsanlar. Hansı insanlar? Güclü. Nə zaman? Həmişə. Göründüyü kimi bu geniş cümlədə çıxırıq. Kitabsız bir ömrün nə mənası var? Var söz xəbərdir, cümlənin xəbəridir tək başına. Ömrün mənası mübtədadır, kitabsız təyindir, çıxırıq. Həqiqətə gedən yol səhvlərdən keçir. Keçir nə? Yol. Hansı yol? Həqiqətə gedən. Nədən keçir? Səhvlərdən. Yenə də geniş cümlədə çıxırıq. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. Burada cümlənin xəbəri ismi birləşmə ilə ifadə olunub. Mübtədamız isə fe'li sifət tərkibi ilə ifadə olunub. Cavabımız bu variant olacaq. Yumor zarafat arxasında gizlənən ciddilikdir. Ciddilikdir nə? Yumor. Necə ciddilikdir? Zarafat arxasında gizlənən cümlədə təyindən istifadə olduğu üçün çıxırıq.